Vaxtilə Cənub bölgəsinin ən işlək magistrallarından biri olan Köhnə Ələt-Astıra avtomobil yolundan istifadə azalsa da, Cəlilabad-Biləsuvar hissəsi bugün ciddi təhlükə mənbəyinə çevrilib. İllərdir təmirsiz qalan nişanlanma xətləri belə olmayan yol, xüsusilə gecələr və dumanlı havalarda sürücülərə çətin anlar yaşadır. Gəlin təfərrüatları izləyək. Bir neçə il əvvəl yeni Ələt-Astıra İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun istifadəyə verilməsi köhnə yoldakı nəqliyyat axınını azaltsa da, bu magistral hələ də ətraf rayonların əsas hərəkət xətti olaraq qalır. Söhbət Biləsuvar-Cəlilabad avtomobil yolunun təxminən 31 kilometrlik hissəsindən gedir. İllərdir əsaslı təmir olunmayan bu yol nəinki köhnəlib, hətta bəzi hissələrində yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə yaradır. Sözügedən yolun 116-cı kilometrindən başlayaraq mərkəz və kənar xətləri yeni üfüqi nişanlanma xətləri yoxdur. Nəticədə avtomobillərin yoldan çıxması və qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riski artır. Dəfələrlə bu yollardan istifadə edirəm. Havada duman olan kimi, yağış olan kimi, bir çiskinli hava olan kimi yollarda maşın sürmək mümkün olmur. Hərəkət etmək mümkün olmur. Aidiyyatı qurumlardan xahiş edirik, bu yolların o yol cizgilərinin kraskalanmasını təmin eləsələr gözəl olar. Biz də təşəkkürümüzü bildiririk. Yollarımız bərbad gündədir, bunlara baxılmır. Bir neçə dəfə müraciət eləmiş, yol xəttlərinə baxılmır. Biz bir neçə dəfə müraciət eləmişik. Ancaq elə onu bilirlər ki, radarların altının xəttəsinlər. Məsələn, buna baxılmırsan, xahiş edirik ki, bu şeylərə baxılsın da, biz əziyyət çəkirik, biz yollarda zülüm çəkirik, sürə bilmirik. Sürücülərin dediyinə görə təkcə son aylarda bu yolda onlarla avtomobil yoldan çıxıb, qəza şəraiti yaranıb, həyatını itirənlər olub. Qış aylarında işıqlandırmanın da olmadığı bu yollarda gecələr təhlükə daha da artır. Biləsuvardan Cəlilabad ərazisinə keçəndə gün yağmaqdır, yolu görmək olmur, bilmirsən har yerlə sürəsən. Duman vaxtı sürmək olmur, maşın üstə çıxır, qalırsan kəssə. Biz nətər eləyək, bunları hara deyək, adəti qurumlarına xahiş edirik ki, bunlara baxsınlar. Bir neçə təhlükə yaranıb, biz qalmışıq kəssə, bilmirik nə eləyək, kimə müraciət eləyək. Demək qardaş, bu Biləsuvardan Cəlilabada qədər mən bu yollardayım da, işləyirəm. Sürmək mümkündür. Demək, yollar yaman gündə, ondan ehtiyat yolu məsələn, istər-istəməz qaçırıcısan maşını, yolun qırağına çıxmaq qeyri-mümkündür. Qəza şəraiti yaranır. Avtomobil yolunun əsaslı təmiri ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, söz gedən yolun tərəfimizdən əsas şəkildə yenidən qurulması nəzərdə tutulur. Bilirsiniz ki, bir müddət bundan öncə yolun 32-103-cü, həmçinin 217-243-cü kilometr hissəsində əsaslı təmir işləri icra olunub və həmin yol vətəndaşların istifadəsindədir. Qalan 103-cü kilometr hissədən 217-ci kilometr hissəyə qədər olan ərazinin də əhatə edən əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub. Bununla bağlı təkliflər hazırlanıb, agentliyimiz tərəfindən aidiyyəti üzrə təqdim olunub. Həmin təkliflər əsasında yaxın müddət ərzində işlərə başlanılması nəzərdə tutulur. Qeyd edək ki, bu yol təkcə Cəlilabad və Biləsuvar rayonlarının deyil, bütün Cənub bölgəsinin nəqliyyat axınını təmin edən mühüm magistrallardan biridir. Sakinlər və sürücülər aidiyyəti qurumların məsələyə biganə qalmayacağına və problemin tezliklə həll ediləcəyinə ümidlidirlər.